Deməli, Ramazan ayının astanasında Həzrəti Peyğəmbərimizdən nəql olunan bir xütbə var ki, olduqca faydalıdır və bu ay boyunca da bizə çox faydası deyə bilər. Bunu istəyirəm sizinlə bölüşüm. Deməli, Həzrət Əlinin belə buyurduğu nəql olunub. Günlərin birində Allah Rəsulü sallallahu aleyhi və aleyhi və səlləm bizə xütbə edərək belə buyurdu. Ey insanlar! Qarşıdan bərəkət, rəhmət və məğfirət olan bir Allah ayı gəlir. O, elə bir aydır ki, Allah yanında bütün aylardan üstündür. Günləri bütün günlərdən, gecələri bütün gecələrdən, saatları isə bütün saatlardan üstündür. O, elə bir aydır ki, Allaha qonaq olursunuz. Bu ayda siz kəramət əhlindən qərar veriləcəksiniz. Bu ayda nəfəsləriniz təsbih, yatmağınız ibadət, əməliniz qəbul və dualarınız müstəcabdır. Odur ki, doğru niyyət və pak qəlblərlə Rəbbinizdən hacətlərinizi istəyin. Rəbbinizdən istəyin ki, sizi oruc tutmaqda və onun kitabını tilavət etməkdə müvəffəq etsin. Ən bədbəxt insan bu əzəmətli ayda Allahın məğfirətindən məhrum olan insandır. Öz acılığınız və susuzluğunuzla qiyamət gününün acılıq və susuzluğunu xatırlayın. Fəqir və miskinlərinizə sədəqə verin, böyüklərinizə ehtiram göstərin, kiçiklərinizə rəhm edin, qohumlarınızla əlaqə saxlayın, dilinizi qoruyun, baxılması halal olmayan şeylərdən gözlərinizi çəkin, qulaq asılması halal olmayan şeylərdən qulaqlarınızı tutun. İnsanların yetimlərinə məhəbbət göstərin ki, sizin də yetimlərinizə məhəbbət göstərilsin. Günahlarınızdan Allaha tövbə edin. Namazlarınızda ona dua etməklə əllərinizi göyə qaldırın. Çünki belə vaxtlar ən gözəl vaxtlardır. Allah Taala bu vaxtlarda öz bəndələrinə mərhəmətlə nəzər yetirər. Münacat edəndə icabət edər. Çağıranda çağırışlarına səs verər. İstəyəndə istədiklərini əta edər. Dua edəndə isə dualarını müstəcab edər. Ey insanlar! Sizin canlarınız əməllərinizin girovundadır. Odur ki, nəfsinizi istiğfarla çəkindirin. Daşıdığınız ağır yükdən beliniz də ağırlaşmışdır. Odur ki, uzun uzadı səcdə ilə onu yüngülləşdirməyə çalışın. Bilin ki, Allah Taala qiyamət günü insanların, aləmlərin Rəbbinin qarşısında dayandıqları zaman heç bir namaz qılana və səcdə edənə əzab verməyəcəyinin barəsində öz izzətinə and içmişdir. Ey insanlar! Kim bu ayda oruç tutmuş mömin bir şəxsə iftar verərsə, buna görə onun üçün Allah yanında qul azad etməyin savabı və keçmiş günahlarından bağışlanmaq var. Soruşdular,